Sizə salam. Bugünkü mövzumuz atlara indikator haqqında olacaqdır. Mən istədim bu indikator haqqında sizə bir qısa məlumat verim. Ümumiyyətlə atlar indikator nədir, nə üçün lazımdır və necə hesablandığını mən sizə izah eləyəcəm. Bazardan asılı olaraq əgər kateqoriyada bazardısa son 7 gün, əgər Forex bazardısa son 5 gün pronormal böyük bar və pronormal böyük kiçik barlar istifa olmaqla, son 5 və yaxud son 7 günə görə siz barları götürürsüz. Bu barların hayından Lowisun çıxırsız, yəni maksimumla minimum çıxırsız. Yerdə qalan göstəricilərdə 7-sini də bu toplayırsınız, bölürsünüz 7-yə. Yəni bir növ orta ədədini çıxarırsınız. Bu da sizə alətin getmə qabiliyyətinin vayda verəcəkdir. Bu nə üçün lazımdır? Ümumiyyətlə atlar indikatoru mən sizə izah eləyim. Deyək ki, məsəl üçün bax, görürsüz bu səviyyəni. Burada məsəl üçün bu burada açılıb deyəndə bunun artıq bura gücü çatmır bu səviyyəni qırmağa. Atlar bir növ bir şeyi alətin benzinidir siz və əgər məsəl üçün bu burada yox, burada açılsaydı və bu hissədən açılsaydı, bunun qırma qabiliyyəti daha güclü olardı. Amma burada açıldığına görə hal-hazırda yəni bunun artıq gücü çatmır, yəni benzinin qurtarır, tutaq ki, bu bir yolu gəlib, burada artıq dirənib və burada təbii ki, gördüyünüz kimi yəni səviyyədə var, müqavimət səviyyəsi. Onlar da yəni istər-istəməz yəni ona müqavimət göstərdilər deyənə bu alətin artıq gücü çatmır. Ona görə əgər məsəl üçün alət hal-hazırda səviyyədə çox aşağıda açılıbsa, bunun səviyyəsini qırmaq kimi bir gücü olmayacaqdır. Yaxud da siz gözləməlisiniz ki, məsəl üçün bu səhərsi günündə necə açılacaq, necə özünü göstərəcək. Ondan sonra məsəl üçün müəyyən analiz və proqnoz eləyə bilərsiniz səviyyənin qırılmasından bağlı, yaxud da alətin istiqamətinin dəyişməsindən bağlı.